Bəzən də adama pis cavab verilir, gitara deyirsən, dedi budur. Bədbəxt hadisə də ola bilər. Əziz dostlar, əziz izləyicilər, hər birinizi salamlayıram. Yenə Sabunçu rayonu, yenə Zabrat qəsəbəsi Xavər Vəliyev küçəsinin sakinləri bizə müraciət elədilər. Küçənin baxımsız vəziyyətindən, xüsusən də kanalizasiyanın olmamasından çoxsaylı şikayətlər var. Bir-bir vətəndaşları dinləyəcək, onları narahat edən problemləri öz dillərindən eşidəcək dəyərli dostlar. Buyurun, Baba xanım, zəhmət olmasa. Özünüzü təqdim edeyim. İbrahim Orudabət ağı qızı. Burada yaşayıram, köhnə sakinəm qızım. Bu kanalizasiyada əziyyət çəkirik ana. Kanalizasiyamız yoxdur. Xahiş edirəm bizim bu işimizə baxın da. Əncam çəkin. Hara müraciət edirik, hamısı deyir ki, bizlik dögür. Əlacımız sizə qalıb, sizə şikayət eləmişik. Xahiş edirik bizim işimizə bir əncam çəkin. Kömək edin bizə bu işdə. Mən Zərnurə Musayeva Muxtar qızı. 20 ildən artıqdır bu Zabrat qəsəbəsi Xavər Vəliyev küçəsi 36 ada yaşayıram və bu 20 ildə çəkmədiyimiz əziyyət qalmayıb. Yol bir tərəfdən, kanalizasiya bir tərəfdən. Baxımsızlıqdır. Zabrat Bakı kəndlərinin ən böyük kəndlərindən biridir. Şəhərə də ən yaxın kəndlərdən biridir. Amma Zabrata girmək mümkün deyil. Zabrat bata gedir suya görə də, kanalizasiyaya görə. Bizə kanalizasiya çox zülm eləyir. Burada yaşayan sakinlərin heç biri nə varı deyil ki, ayda 100 manat kanalizasiyaya verək. Çünki həftədə bir dəfə çəkdiririk. 25 manatdan həftədə bir dəfə kanalizasiya çəkdirmək nə deməkdir? Ayda bu 100 manat eləyir. 100 manat kimdə var? O 100 manatı başqa dərdimizə verə bilərik. Buna görə də aidiyyəti qurumlara üz tuturam. Xahiş edirəm. Ümumiyyətlə, sakinlər adından da, öz adımdan da xahiş edirəm. Bizə bir köməklik göstərsinlər. Bir əncam çəksinlər. Biz də kömək eləyərik. Amma aidiyyəti qurumlar bizə dəstək olmalıdır, kömək eləməlidirlər ki, kanalizasiyamızı çəkdirək və biz də rahat olaq, sakinlər də rahat olsun. Sözünüzü təqdim edeyim. Mən də həmçinin kanalizasiya ilə bağlı əziyyət çəkirik. İşıqlandırmamız yox, yolumuz pis gündə. Küçüyə girirsən qaranlıq, yağış yağanda olur balota, az qarlıq, lotqalıq. Maşın əvəzinə lotqu ilə gəlib getməli oluruq. Bəli, mən də qonşularla həmfikirəm. Biz işığımız, suyumuz, qazımız normaldır. Ondan biz narazıçılıq eləməyik. Ancaq ən birinci kanalizasiya məsələsidir. Çox irgiyənc hala düşüb. Zabratda and olsun Allaha. Görürsən qonşu kanalizasiyanı çəkilir, o biri qonşuda qonaq var, adam xəcalət çəkir. Müəllimə düz dedi. Bizim qonşu düz dedi. Həftədə bir dəfə 25 manat. Maşın gəlir, özəl şompu deyirlər. Onunla da olmaz. İyi xəstəlikdir, malariya, başdan ayağa xəstəlik. Xahiş edirik hökumətdən, nə bilim Nazirlər Kabinetindən. Vaxt olub biz yazmışıq. Azər Suya da yazmışıq, Mehriban xanıma da yazdıq. Sonra cavab gəldi. Müharibə düşdü deyirlər, sonra proqramdadır. Ora-bura yazdıq. Axırı mən şəxsən müraciət eləmirəm. İcra nümayəndəsi, adam yorulur. Ona görə bəzən də adama pis cavab verilir. Gitara deyirsən, dedi budur. Bu bələdiyyə, icra nümayəndəsi. Bələdiyyə var ki, bizdə bələdiyyə mən tanımıram. Bələdiyyə nə iş görür mən bilmirəm. Bir də dediniz burada Vətən müharibəsi iştirakçılarımız var. Vətən Qarabağ veteranı var. Bu da o hikmət kişidir. Mənəm 2 nəfər də o antiterrorda olan Qarabağ veteranıdır. Bu məhəllədə 4 dənə Qarabağ veteranıdır. Amma heç ay topu ona qarşı heç bir kup şeybəndə verən olmuyor. Və yaxud bir torpaq, və yaxud bir traktor verən olmuyor. Bu yol zaten öz gücümüzə düzəltmişik. Bu Zabratın bələdiyyəsi bilmirsiniz kimdir? Mən şəxsən bilmirəm. Onun bilsəm nə mənası var? Bələdiyyə nə edirsə? Bələdiyyə harda nə edib ki, burada da nə edib? Bələdiyyə var, yox. Arabanın elə bir 5-ci təkəridir. O bizim bələdiyyə elə bil ki, arabanın 5-ci təkəridir. Funksiyası nədir? İşimiz görmürsünüz, nə isə Yox. Üzr istəyirəm. Bax, bu ağacı görürsünüz də. O ağacı. Bu ağacı kəsdirə bilmirik. Baxın, ağacı kəsdirə bilmirik. Müraciət eləmişik bələdiyyəyə ki, gəlin bir əncam çəkin, çünki toka dəyir. Biz özümüz kəsərik onu. Amma sadəcə vəziyyətdir ki, burada. Qorxuruq onu kəsməyə. Bələdiyyə müraciət eləmişik, deyir ki, onda yaşıllığa müraciət eləyin, görək nə olur, nə bilim nə. Gəlib baxmadılar ki, heç olmasa biz bu təhlükədir də, tokun üstündədir. Pajar oldu. Yanğındır, nədirsə ev işi. Bizim hələ damı uçurdu. Yəni məhəllə aktiv məhəllədir, kömək eləyir. Bu yolu zadı özümüz eləyirik. Gəlib başlasalar, vallahi elə bu fəhlənin çayına, çörəyinə, müəyyən köməyinə, işçi qüvvəsinə
ilə pul yığarıq, müəyyən yardım. Bunu özümüz eləyə biləsi olsaq, gücümüz çatar. Bu kanalizasiya çətin işdir. Vallahi pul yığıb eləyərdik. Bacarmırıq. Onu biz özümüz fərdi qaydada eləyə bilmədik. Yol da eləyirik, işıq çəkmək olar, su çəkmək olar. Bax görürsən su yaxşıdır, deyirəm yaxşıdır. İşıq yaxşı, deyirik yaxşıdır. Qaz yaxşı, deyirik yaxşıdır. Zibillər görsün. Allah'ın olsun il tamam olmamış gəlirlər zibil pulu. Bəs xoş gəldin, verək zibil pulu. Bax bu kişi hər səhər küçədən Allah'ın olsun kroku yığır, gəzinir, qoca adamlar da gəzintiyə gedir. Kroku yığır, zibil apar. Mən görməmişəm ki, Jekin bir dənə işçi gəlib küçədən bir dənə zibil yığır. Mən hələ bu 30 iləcən yaşayırım, mən onu bu küçədə görəniniz var. Ki ola ki elə bir iş, ola ki gəlib küçəni göstərəm. Yaxşı bunu da qoyduq qıra. Bu kanalizasiyanı çəkə bilmir ya. İyi verir. Allah'ın olsun. Birazdan görəsə biz burada durmuşuq, gəldi kimsə kanalizasiya çəkdirir, gəlin qonaq, nə bilim, xeyri var, şəri var, burnunu tutur, adam xəcalət olur. Hansı dövrdə yaşayırıq? Deyəndə deyirik biz inkişaf eləmişik, dünyadan hamıdan qabaqdayıq. Mən birdən deyirəm, bu da desin, hikmət kişi desin. Deyirəm 21-ci əsr Bakı şəhəri, bax günümüz budur. Veririk. Yağış yağdı, zabratda dökə lazımdır. Ya da bir yaxşı qıvrağat lazımdır. Minə biləsən, otaq tərəfişi gedəsən. Allah'ın olsun. Hələ bu kişi belə töyməmişə biz 40 maşın, 50 maşın şey töymüş. Hər il 2 ildən biri verir, bir-birimizin nətər deyək, xətrinə dəyə ki bu yolu, hə valla belə olub da nə? Allah'ın olsun üzür istəyəm, vaxt vardı mən toy edəyəm, bax oradan limusin gəlmir, dedi gəlmirəm, sən pulun da lazım deyil, gəlmir. Qayıdım gedirəm. Qayıdıb gedirəm, yol yoxdur, maşının altı var. Bunları eləmir, amma kanalizasiya görə bizə kömək edir, xahiş edir. Buyur. Özünü təqdim edeyim. Zavrat sakini İsmailov Hikmət Cəboğlu. Birinci Qarabağ veteranıyam. 10 ildir burada yaşayıram. Bax bu vəziyyətdir. Bu yolu axırıncı il bu ilə gətirib bu vəziyyətə çıxartmışıq. 15-20 illik bunlarla məşğul olub. Bu ağacı dedilər kəstirmək mütləq lazımdır. Yüksək gərginlikli liniya getirdirəm. Hamısını qarışdıracaq bir-birindən. Nə qədər ziyan dövlətə o birisindən vaxtında elənməsə çox bədbəxt hadisə də ola bilər. Qəmbərov Əli, sakinəm mən də. Deməli, asma xəstəsiyəm, əziyyət çəkirəm. Bu yayda xüsusən bu qurum suları çox yığılır. Bu da təbii ki, iyi ağza qanad belə şeylərin yığılmasına, bir də xəstəliklərin yayılmasına səbəb olur. Bu texnika ilə bağlı məsələ olduğuna görə bizim gücümüz çatmır. Müəyyən dəstək olar. Amma qurumlar bizə dəstək olsa, biz də sakinlərin dediyi kimi mehriban məhəllədir. Hamımıza dəstək olur. Biz də istəyirik ki, bu problemə səbəb olunsun. Müəyyən miqdarda pulumuz gedir hər ay. O hamıya aiddir. Bir də bu şambollar da ləğv olunsa, çoxsu da yol qırağındadır, o da elə özü təhlükədir. Bir dəfə maşın bilməyib keçəndə üstündən, onun da üstü beton zədəli olduğuna görə maşın da düşmüşdür. İndi bu mərkəzi kanalizasiya xətti olsa, təbii ki, problemlər hamısı bir yerdə həll olunmaz. Yəni, xahiş edirik qurumlardan, dəstək olsunlar, bizə bu məsələni həllində kömək olsun. Yəni, bu qədər. Belə, dəyərli dostlar, Sabunçu rayonunun Zabrat 2 qəsəbəsi Xavər Vəliyev küçəsinin sakinləri danışdılar, müraciət etdilər. Qəzalı vəziyyətdə olan ağac problemindən, kanalizasiya problemindən, yol problemindən danışdılar, dəyərli dostlar. Yayımızı bəyənin, paylaşın və Zabrat 2 qəsəbəsinin bələdiyyəsinin icra nümayəndəsinin axtarışında biz davam etdirəcək. Sağ olun, sağlıqla qalın. Belə.